Salam, hər vaxtınız xeyirli olsun. Xəmsən Milli İntellektual oyunu yenidən İctimai Televiziyanın efirindədir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İctimai Televiziya və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Universitet Liqası artıq sona yaxınlaşır. Keçirilən qrup oyunları və yarım final oyunlarından sonra 4 finalçı müəyyən olundu. Bugün Universitet Liqasının çempionu müəyyən olunacaq. Finalçı komandalarla və onların heyətləri ilə tanış olaq. Qafqaz Universitetinin komandası Emil Yusublu. Ən sevimli personajı Argus olan Emil sadəcə olaraq özü üçün 100 göz əvəzinə 100 ağız arzulayır. Qorxmaz Aydınlı, Yunan mitologiyası haqqında hər şeyi bildiyini iddia edən Qorxmaz özünü hər hansı personajdan daha çox Ömerə bənzədir. Namiq Quluzadə, özünü Tese ilə eyniləşdirən Namiqin dediyinə görə onun çətin faktlar labirintində Ariadnanın ipinə ehtiyacı yoxdur. Nəriman Vəliyev, Antel kimi xəmsəyə bağlı olan və öz gücünü ondan alan Nəriman, öz adaşından geri qalmamağa və komandaya maksimum yararlı olmağa çalışacaq. Nəriman Knyazlı, kinolarla arası çox yaxşı olan Nərimanın ən sevimli mimik varlığı Kərbərdir. Bakı Slavyan Universitetinin komandası Gülnar Baxşıyeva, komandanın Azərbaycan ədəbiyyatı və Azərbaycan filmləri mövzusunda əsas ümidi. Ruslan Dadaşov, əsas çatışmazlığı aşırı emosionallığı olan Ruslan istənilən ölkənin paytaxtını əzbər bildiyini iddia edir. Əbu Bəkir Qədirov, heyətin musiqi, şirkət və cizgi filmləri üzrə mütəxəssisi hesab olunur. Şəmsi Məmmədov, Kataloniya diyarı sərhədlərindən kənarda ən alovlu Barcelona azarkeşi, eləcə də Xəzər Lənkəran fanatı. İsmail İskəndərli, tarix, xüsusilə Osmanlı tarixində heyranlıq duyan İsmail, fəth etməyi bacarığı üçün topçu Urbana deyil, məhz ona ehtiyac duyulduğunu deyir. Bakı Dövlət Universitetinin komandası Elmar Yusifov, uzun debatlardan sonra komandada oynama şansı əldə etmiş Elmar, milli mövzularda parlaq oyunu ilə seçilir. Lətif Məmmədov, soyadı Xəyal və Cavidlə eynilik təşkil etdiyindən komandaya birbaşa dəvət olunan Lətif, kinoman olmaqla yanaşı qatı Barcelona fanatıdır. Toğrul Talıblı, komandaya faydalı olmaq üçün əlindən gələn etməyə hazır olan Toğrul, yaxşı musiqi zövqünə malik oyuncudur. Farid Nəsrullah, keçən ilki məğlubiyyətlərin təsadüf olduğunu sübut etməyə çalışacaq Farid, qalib gələcəkləri təqdirdə komanda yoldaşlarına Fəraim Hüseynzadə ilə selfie çəkdirəcəyinə söz verir. Elvin Abbaslı, fenomenal yaddaşa sahib olan Elvin komandanın ən təcrübəli oyuncusudur. Dövlət İdarəçilik Akademiyasının komandası Nurlan Abdurrahmanov, komandanın kapitanı və ən təcrübəli üzvü, xəmsəyə gəlməkdə yeganə məqsədi Qorxmaz Aydınlıya qarşı oynamaq olan Liverpool fanatı. Seymur Əliyev, komandanın motivatoru və ən pozitiv üzvü, coğrafya və film mövzularını sevir. Ən böyük arzusu paraşütlə tullanmaqdır. Həsən Şirəliyev, komandanın fərqli düşünən beyni, hər şeydən biraz, əsasdan isə daha çox bilmək devizinin təmsilçisi. Bilal Məmmədzadə, qarışıq mövzuları sevir, rap və futbolla maraqlanır. Rüfət Piriyev, idman bilikləri və idmana olan marağı xarici görüşünə heç yansımayan bir iştirakçı, qatı Galatasaray azarkeşi. Beləliklə komandalar zalda öz yerlərini aldılar, oyuna başlayırıq. İlkin olaraq bəlli raund keçirilir. Bəlli raundun qaydaları belədir. Mövzular öncədən elan olunacaq. Komandalar mövzulara uyğun olaraq öz oyunçularını təyin edəcəklər. Diqqətli olun mövzuların adları. Simpsonlar serialı və rəssamlıq, güllər, idman brendləri, odlu alovlu mövzu və rənglər. Komandalara müzakirə üçün vaxt verilir. İlk olaraq bəlli raundda Simpsonlar serialı və rəssamlıq adlanan mövzu var. İlk oyuncular öz yerlərini alsınlar. Buyurun.
Seriyaların birində Bart Simpson lövhəyə paintball topları sıçratmaq incəsənət deyil sözlərini yazır. Düymə sıxıldı, ilk olaraq Emil cavab verir. Pollock. Və düşünür ki, bu Amerika rəssamını ciddiyə almamaq lazımdır. Paintball toplarını sıçratmaq incəsənət deyil. Jackson Pollock düzgün cavabdır. Epizodların birində Springfield Poçt Mərkəzinin işçisi çantasından məktub çıxarır və əlini irəli uzadaraq məktubu müştəriyə verir. Bu dəfə Farid qabaqladı. Adəmin yaradılışı Michelangelo. Bu zaman hansı məşhur rəsm əsərinə allüziya edildiyini tapmalıydınız? Erkən cavab Fariddən gəldi. Adəmin yaradılışı. Sixtine Capellasının tavanındakı məşhur freska Michelangelo, düzdür. Atalıq İnstitutu şirkətinin loqosunda bir əli ilə övladının əlindən tutan, bir əli ilə beyzbol əlcəyə saxlayan, bir əli ilə çərpələn uçuran, o biri əli ilə isə portfel saxlayan insan fiquru təsvir edilib. Bu loqonun hazırlanmasına hansı rəsm əsəri əsas götürülüb? Uşaqlar, bir əlində övladın əlindən tutur, birində beyzbol, birində çərpələn uçurur, birində portfel saxlayır, gördüyünüz kimi. Belə 4 əli var onun. Hansı rəsm əsəri? 4 əli var. Vitruvi adam, Leonardo da Vinci. Necə çıxa bilmədiniz siz bu cavaba? 4 əl. Sualda hər şey var idi düzgün cavaba getmək üçün. Vitruvi adam. Bir seriyada Homer Simpson yuxudan oyanır və başının üzərindəki aslanın onu yaladığını görür. Cizgi filminin yaradıcıları bəhs olunan epizodda hansı əsərinə göndərmə edib André Russonun? Aslan onun başı üzərində. André Russonun Cəngəllik səhvim. Yatmış Qaraçı əsərinə. Seriyaların birində ilin soyuq vaxtında evdə oturub imtihana hazırlaşan Bart Simpson divardan asılan bu rəsmi görərək çətin vəzifənin öhdəsindən gələcəyi barədə motivasiya alır. Rəsmin müəllifi Emanuel Lloyd'dir. Çətin vəzifə. Delaware çayı buz bağlayıb və Washington və silahdaşlara çox çətinliklə çayı üzüb keçirlər. Emanuel Lloyd'in Washington, Delaware'i keçir rəsm əsəri. Gəlin, mövzu yekunlaşdı. Güllər mövzusunu oynayırıq, oyuncular gəlsin. Bəzi mənbələr iddia edir ki, bu gülü Avropaya 9-cu Ludovikin vəbadan ölümünə təəssüflənən səlibçilər gətirib. Matəm rəmzi. 3 komanda. Namik. Unutma məni gülü. Yox. Cavab düzgün deyil. Keçid alırıq. İdarəçilik Akademiyasının cavabını alaq. Qərənfil. Qərənfil. Cavab düzgündür. Qərənfil. Monreal şəhərinin bayrağında 4 çiçək təsviri var. Bunlardan 3-ü Lankaşır qızıl gülü, Qanqal və Yonca adı digərini isə siz deməlisiniz. Lankaşır qızıl gülü, Qanqal, Yonca və... Lilya. Zambaq. Fleur de Lis. Zambaq isə fransızları simvolizə edirdi. Batman televiziya serialının epizodlarının birində mənfi personaj çiçək mağazası işlədir. Mağazanın sahibinin soyadını deyin. Demə çıxıldı Namik? Baudelaire. Bravo! Baudelaire'in Şəhər Çiçəklərinə adlı şeirlər toplusu var idi və burada məhz ora işarə edilmişdi sualın mətnində. Baudelaire. Amerikan modernizminin anası adlandırılan bu rəssamın müəllifi olduğu Ağ Çiçək nömrə 1 rəsmi 2014-cü ildə 44 milyon yarım dollara satıldı. Beləcə o qadınlar arasında əsəri ən baha qiymətə satılan rəssam olaraq tarixə keçdi. Rəssam Breaking Bad serialının personajlardan birinin ən sevimlisidir. Onun rəsmləri demək olar tamamilə gül və çiçəklərdən ibarətdir bu rəssamın. Söhbət Georgia O'Keeffe'dən gedirdi. Georgia O'Keeffe. Güllər mövzusu son sual. Elizabeth Fisher və Stephen Hopkins 17-ci əsrdə dünyaya gələn övladlarına Okeanus adı vermişdilər. Bəs Okeanus harda doğulmuş ilk və yeganə uşaq olaraq tarixə keçmişdi? 17-ci əsrdə dünyaya gələn övladlarına Okeanus adı vermişdilər. Körpə Atlantik okeandan keçərkən gəminin göyərtəsində dünyaya gəlmişdi. Məhz bu səbəbdən o adı almışdı. 17-ci əsr düymə sıxıldı. Düymə sıxıldı.
Roza deyəcəm. Yo, 17-ci əsr. Düzgün cavab mən deməliyəm. Mayflower gəmisində. Mayflower gəmisində. Gəlin. İdman brendlərə mövzusu olacaq oyuncular öz yerlərini aldıqdan sonra. Buyurun. Haruki Murakami'nin romanlarının birində Tiger Woods bu şirkətlə müqavilə bağladığı üçün alnına ayparaya bənzər tatu etdirməyə fikrinə düşür. Ayparaya bənzər tatu idman brendləri. Düymə sıxıldı. Nike-dır. Nike-dır. Logo bənzərliyi. Nike-ın logosunu da salmaq lazım idi. Nike düzgün cavabdır. 1958-ci ildə Joe Foster'in uşaq ikən oxuduğu Cənubi Afrika təbiətinə həsr edilmiş lüğətdəki hansı söz onun yaddaşında dərin iz buraxır? Afrikada yaşayan antilop növü. Reebok. İdman brendləri 300. 2000-ci filmdən sonra bu şirkətin istehsal etdiyi ağ rəngli, düymə sıxıldı, Wilson. ağ rəngli voleybol topu $18.500 satılmışdı. Filmdə başrolda Tom Hanks'i görmək olar. Wilson, məşhur Wilson topları. Düzdür cavab. 1967-ci ildə Huntington Beach'də əsası qoyulan bu idman firmasının əsasən surfinglə bağlı məhsullar istehsal etdiyini onun logosundan da anlamaq mümkündür. Logoda Hokusai'nin məşhur Kanagawa sahilində böyük dalğa gravürü təsvir edilib. Bu idman brendi Quicksilver idi. Quicksilver. Və idman brendləri mövzusuna son sual. İronikdir ki, Douglas Tompkins 2015-ci ilin dekabrında dostları ilə qayıq idmanı ilə məşğul olarkən çayda batmış, bir neçə saat 4 dərəcəlik soyuq temperaturda qalaraq vəfat etmişdi. Douglas'ın 1968-ci ildə hansı şirkətin əsasını qoyduğunu deyin. Douglas düşünür ki, dağların ən soyuq yeri onların şimala baxan yamaclarıdır. Və 3 komanda düyməni sıxıb, başlayaq. İdarəçilik Akademiyasından. North Face da bu. The North Face. North Face. Douglas məhz alpinistləri güclü şaxtadan qorumaq üçün bu şirkəti yaratmışdı. Lakin elə özü soyuqdan donaraq vəfat etmişdi. North Face düzgün cavabdır. Gəlin. Odlu, alovlu mövzu oynanılır. Oyuncular öz yerlərini tuta bilərlər. Bunlardan ən qədimi 1921-ci ildən bəri Zəfər tağında 1-ci Dünya müharibəsində həlak olmuş əskərlərin xatirəsinə tikilən memorialdadır. Daimi məşəl deyirlər də. Əbədi məşəl, düzdür. Discovery Channel-da yayımlanan Ekstrem Mühəndislik adlı sənədli serialın ölkəmizə aid olan seriyasında Bakının modernləşməsi fonunda yenə Nəriman Flame Towers. bu obyektdən də bəhs edilib. Alov güllələri, Flame Towers düzgün cavabdır. Bu iki coğrafi obyektlərdən birinin adı buxar tüstü, digər isə alov atəş mənasına gəlir. Buxar tüstü, alov atəş. Çox vaxtı onların adlarını yanaşı eşidirik bir çox mənbələrdə. Etna və Vezuvi. Etna və Vezuvi vulkanlarından söhbət gedirdi. Ruslarda bu Nikolayın, Pyotrun, Yelena'nın, İrlandlarda Davidin adı ilə bağlıdır. Bəs ümumi qəbul edilmiş formada kimin adı çəkilir? Yine sıxıldı. Yenə Nəriman. Bəlkə müqəddəs elm. Elmin alı. Bravo Nəriman, bravo. Ruslarda əvvəllər müqəddəs Nikolayodur, müqəddəs Pyotrodur, İrlandlarda isə müqəddəs Davidin alovu adlandırılırdı. Söhbət müqəddəs Erazm odu və ya müqəddəs Elmin alovundan gedirdi. Cavab düzgündür. Eric Clapton film üçün musiqi bəstələməliydi, lakin ağlına heç bir xüsusi ritmik melodiya gəlmirdi. Lakin sonradan özü ilə gəzdirdiyi bu firmaya aid məhsulu elə musiqi aləti kimi istifadə etmək fikrinə düşdü. Söhbət hansı firmadan gedir? Zippo. Bravo Elvin! Cibindən alışqanı çıxardı, qapağını qaldırdı, alışdırdı, yenidən qapağı bağladı və bu ritimlərdən sonra It's Probably Me mahnısından istifadə etdi bu ritimlərdən. Zippo düzgün cavabdır. Rənglər mövzusunu oynayırıq, oyuncular öz yerlərini ala bilərlər.
İlk sual rənglər mövzusundan. İshak Newtonun kral cəmiyyətinə göndərdiyi məktubda 7 əsas rəng və ayrıca ağ rəng xatırlanır. Bu məktubda hansı latın sözü də xatırlanır? 7 əsas rəng və ayrıca ağ rəng. Bu məktubda hansı latın sözü xatırlanır? Düymə sıxıldı. Heliosentrizm. Yox, heliosentrizm düzgün cavab deyil. Spektr düzgün cavab. Spektr. Rənglər 200. Sitlərdə bunun rəngi qırmızı, Mace Windu'da bənövşəyi, Ashoka Tano'da ağ, Jedi'larda isə mavi rəngdədir. Qorxmaz. Kəmərləri. Kəmərlər düzgün cavab deyil. Jedi'larda mavi rəngdə idi. Ulduz Müharibələri filmindən yaxşı görmüsünüz. Şua qılınclarından söhbət gedirdi. Onların şua qılıncları mavi rəngdə idi Jedi'ların. Bu İtalyan futbol klubunun öz simvolik rənglərini seçilməsi tamamilə təsadüf nəticəsində baş verib. Belə ki, əvvəlki ağ və qırmızı rəngli formaları bir yerdə çayda yuduqdan sonra futbol formaları başqa rəngə çevrilmiş və klub elə alınan rənglə davam etmə qərarına gəlmişdi. Hansı klub? Palermo, Çəhrayı. Yox, Palermo deyil. Olsun Fiorentina. Fiorentina. Bənövşəyi rəngi alınırdı və Fiorentina düzgün cavabdır. Qırmızı otaq, sarı kəniz, yaşıl zolaq və mavi çılpaq rəsm əsərlərinin müəllifi bu fransız rəssamıdır. Mavi çılpaq, yaşıl zolaq, sarı kəniz, qırmızı otaq. Henri Matisse. Henri Matisse. Mürəkkəb balığının dərisindən alınan xüsusi qəhvəyi rəngli maddədən mürəkkəb kimi də istifadə edilir. Siz isə mürəkkəb balığının Yunanca necə səsləndiyini tapın. Fotoşəkil çəkərkən təklif olunan qəhvəyinin çalarlarından ibarət rəng effektlərindən biri də adını məhz buradan alıb, söhbət sepiyadan gedirdi. Sepiya. Oyunun ilk mərhələsi yekunlaşdı, sırada şərt raund var. Şərtli raundun qaydaları belədir. Mövzular növbə ilə elan olunacaq. Komandalar sırayla öz oyuncularını tribunaya göndərəcəklər. İlkin olaraq biz teatr adlanan mövzu oynayırıq. Şərtli raunda başlayırıq. İlk mövzunun iştirakçıları öz yerlərini ala bilərlər. Buyurun. Əvvəlcə xal durumuna baxaq. Bakı Slavyan Universiteti komandası 0, İdarəçilik Akademiyası 400, Bakı Dövlət Universiteti 700 və Qafqaz Universiteti komandası 1000 xalla liderdir. Teatr adlanan mövzu oynayırıq. İlk sual 200 xal. Broadway'də bunların sayı 500-dən çoxdur. Off-Broadway'də 100-499 arasındadır. Off-Broadway'də isə 100-dən də azdır. Teatr 500-dən çoxdur birində. Nə ola bilər teatrda 500-499 100 arası? Söhbət oturacaqların sayından gedirdi. 17-ci əsrin əvvəllərində aktyor Hall Berridge qəflətən vəfat etmişdi. Bu səbəbdən Lady Macbeth rolunu məhz o oynamaq məcburiyyətində qalmışdı. Qorxmaz düyməni çıxdı? Anne Hathaway. Yox, 17-ci əsrin əvvəllərində Hall Berridge qəflətən vəfat etdi. Bu səbəbdən Lady Macbeth rolunu məhz o oynamaq məcburiyyətində qaldı. Shakespeare'in özü. Vəziyyətdən çıxmaq lazım idi həmin vaxtda və özü oynamalı oldu. Barcelona'da yerləşən Teatro Neokomediya teatrı izləyicilərini itirirdi. Bu problemi aradan qaldırmaq üçün teatrın oturacaqlarına xüsusi tabletlər quraşdırılırdı. Bəs hər tamaşaçının ödəyəcəyi pul nədən asılı olaraq dəyişirdi? Teatro Neokomediya teatrı. Komediya teatrı. Yəqin tabletdən baxırdılar ki, nə qədər çox yağız gülübdü, ona görə dəyişirdi. Bravo, Qorxmaz, bravo. Oturacağa quraşdırılmış tablet tamaşaçının mimikasını izləyirdi. Tamaşaçı hər 3 gülüşə görə 1 avro ödəməlidir. Gülməyəcəyi isə heç nə verməyib gedə bilərdi. Gülüş sayı düzgün cavabdır. Maraqlı bir sual, düzgün cavab var. Teatr 800. Əgər bunun bütün sferalarını birləşdirsək, tamamilə qüsursuz kürə formasında fiqur almaq olar. Əyin, əgər bunun bütün sferalarını birləşdirsək...
Sydney Opera Teatrı. Bravo! 800 xal. Bir qədər dərində idi sualın cavabı ancaq düzgün cavab eşitdik. Bu dəfə də Qafqaz Universitetində Sydney Opera Teatrı. Qəribə bir görünüşü var bu teatrın. Antik Yunan teatrlarında səhnə dekorunu dəyişmək üçün xüsusi texnikadan istifadə edilirdi. Belə ki, müəyyən sayda hissələrə bölünmüş səhnə dekorunun hissələri eyni anda fırlanaraq digər səhnəyə çevrilirdi. Bu texnikadan danışılan məqalədə reklam sahəsinə aid hansı ingilis dilli söz xatırlanır? Müəyyən sayda hissələrə bölünmüş səhnə dekorunun hissələri eyni anda fırlanaraq digər səhnəyə çevrilirdi. Hansı ingilis dilli söz xatırlanır məqalədə? Legodur. Parçalara bölünmüş dekorun eyni anda fırlanaraq başqa səhnəyə çevrilməsi? Puzzle. Yox, puzzle deyildi. Legodur. Analoji olaraq burada reklam sahəsindəki billboardların işləmə prinsipinə bənzətmə var idi. Billboard düzgün cavab idi. Gözlər adlanır növbəti mövzumuz. Suyunun saflığına görə bu hidronimi Sibirin mavi gözü adlandırırlar. Namik? Baykal. Baykal, doğrudur. Tarixçilər əlavə olaraq qeyd edir ki, Kalvi ətrafında gedən hərbi əməliyyatlar həm də onun sağ qaşını da ciddi zədələmişdi. Sfinksin. Sfinksin? Yox. Axı, gözlər mövzusunu oynayırdıq. Burun demədik. Burun olsaydı Sfinks deyərdin. Gözlər həm də sağ qaşı zədələnmişdi. Deməli, ilk növbədə gözü zədələnmiş söhbət. Horatio Nelson'dan gedirdi. Nelson, Kalvi ətrafında döyüş. Böyük partlayış nəzəriyyəsi serialında Raj və Sheldon bir-birinə qarşı çətin məsələni həll etmək üçün hazırlaşır. Bu zaman fonda nə eşidilir? Gözlər mövzusu. Düymə sıxıldı. Gözə göz, dişə diş. Nə? Gözə göz, dişə diş. Yox, arxa fonda nə eşidilir soruşmuşduq. Namik? Eye of the Tiger mahnısı. Eye of the Tiger mahnısı. Rocky 3 filmində döyüşə hazırlıq prosesi zamanında həmin mahnını biz eşitmiş, oradan daha çox bizə tanışdı. Cavab düzgündür. İngiltərənin sonuncu Anglo-Sakson hökmdarı olan o, Hastings döyüşündə Fatih William'ın döyüşçülərindən birinin atdığı dəqiq ox zərbəsi ilə gözündən yaralanmış və bu yara onun ölümünü sürətləndirmişdi. İngiltərənin sonuncu Anglo-Sakson hökmdarı Ethelhard var idi bir dənə. Hazırlıqsız Ethelhard var idi. Harold Godwinson. Harold Godwinson. Bu veb-sayt yarandığı 1980-ci illərin sonunda O Gözlər adı altında sadəcə gözəl gözlərə sahib ulduzların şəkillərini yayımlayırdı bu sayt. Daha sonra biz onu həmin saytı məşhur bir reytingə görə tanıyırıq. Məşhur bir reyting. IMDb. Nə? IMDb. IMDb. Hamı deyir, ancaq düyməni çıxan yoxdur. Filmlərin reytingi, IMDb. Təəssüf, düzgün versən eşidirdim. Gəlin. Təhsil adlanır növbəti mövzumuz. Kolumbiya Universitetinin müəllimlər kollecində keçirilən yığıncaqda uşaqların təhlükəsizliyi üçün sarı rəngin daha uyğun olduğu qərarına gəlindi. Bəs bu yığıncaq nəyin rənginin seçilməsi üçün idi? İki komanda. İlk olaraq Nəriman. Məktəb avtobusu. Məktəb avtobusu. Məktəb avtobusu sarı rəngdə. Cavab düzdür. Eyni hərflə başlayan iki sözlə deyin. Buranın əsas binası Gustavın, rəsədxanası Selsinin, botanika bağısı Linneyin adını daşıyır. Yenə iki komanda, yenə Elvin gecikib, Nəriman qabaqlayıb. Uppsala Universiteti. Uppsala Universiteti. Cavab düzdür. O 1837-ci ildə yaratdığını əvvəlcə Klein Kinder Beschäftigungsanstalt, yəni kiçik uşaqların oynaması aktivliyi və qayğısı üçün nəzərdə tutulan institut adını vermişdi. Kim? Kim? Şəxsin adını soruşuruq. Adı nə idi onun? Yadınıza sala bilmirsiniz. Uşaq bağçasını yaradan. Bu halı təbii ki, qəbul edə bilmirəm. Friedrich Fröbel. Fröbel idi həmin şəxs. İlk uşaq bağçasını yaratmışdı.
Latınca istiqamət, yol mənasına gələn bu sözün mənşəyi təhsilə yeni nizam gətirmək istəyən kalvinist ideyaya qədər gedib çıxır. Latınca istiqamət yol, təhsilə yeni nizam gətirilir. Təhsilə yeni nizam gətirilir. Söhbət kurikulumdan gedirdi. Kurikulum. Amerika Birləşmiş Ştatlarında qadınlar üçün nəzərdə tutulan ilk qadın məktəbi Venesiya taciri əsərində kişi paltarı giyərək məhkəmədə çıxış edən bu qadın personajın şərəfinə adlandırılıb. Kişi paltarı giyərək Venesiya taciri əsərində məhkəmədə çıxış edən bu qadın personajın adı Portia idi. Portia. Mövzu sona çatdı. Filmlər və tərcümənin çətinliyi adlanan mövzumuz var, oyuncular öz yerlərini alsınlar. Bir qədər izah verim. Sualda filmin ili, hansı ölkədə hansı adla çıxdığı veriləcək. Oyuncu isə filmin orijinal adını tapmalıdır. Yəni ikinci deyilən ölkə, işte onun istehsal olunduğu ölkə deyil, hansısa bir ölkədə tərcümə variantı olacaq. 2008-ci il İspaniya, Gecə Kavaleri, 3 komanda. Batman Qara Cəngavər. Qara Cəngavər, İspaniyada Gecə Kavaleri adıyla təqdim olunmuşdu. 1990-cı il Fransa, ana, mən təyyarə üçün darıxıram. 1990-cı ilin filmi, belə deyək, təyyarəni səhv salmışdı. Anası bir tərəfə, özü digər tərəfə. Düzgün cavab, Evdə Tək filmindən söhbət gedirdi. Növbəti sual 600 xal. 2004-cü il İtaliya, əgər məni tərk etsən, səni yaddaşımdan siləcəyəm. Nəriman? Eternal Sunshine of the Spotless Mind. Azərbaycanca necə olur? Ləkəsiz düşüncənin daimi günəş. Təmiz düşüncənin əbədi parlaqlığı. Təmiz düşüncənin əbədi parlaqlığı. Cavab dəqiqdir. 1994-cü il Çin, bu killər düşündüyüm qədər soyuq biri deyilmiş. 94-cü il. Sıxıldı. Pulp Fiction. Cavab düzgün deyil. Keçid alırıq Slavyan Universitetinə. Soyuq silah. Soyuq silah da düzgün cavab deyil. Green Mile. Yox. Bu killər əslində çox soyuq təsir bağışlayırdı. Jean Reno'nun çəkildiyi bir film. Leon filmindən söhbət gedirdi. Çətin olmayan bir sualdır fikrimcə, tapılmadı. 1996-cı il Çin, ağappaq qar üzərində sirli qətl. Filmdə hadisələr Minnesota ştatında qarlı hava şəraitində baş verir. Fargo. Bir neçə qətl ətrafında cərəyan edir. Fargo düzgün cavabdır. Minxal. Fil adlanan mövzu olacaq son olaraq şərtdir. Altda son iştirakçılar gəlsin. Bəzi coğrafiyaşünaslar bu şəhərin adının heç də fillərlə əlaqəli olmadığını deyərək əslində Xartum. buranın Dinka dilindən tərcümədə iki çayın qovuşduğu yer mənasını gəldiyini düşünür. Ərəbcə Xartum, Xortum mənasına gəlir. Burada ağ və mavi Nil qovuşur. Sudanın paytaxtı Xartumdan söhbət gedirdi. Film mövzusu davam edir. 400 xallıq sual oxunur. Uşaqkən qaçırılaraq 1-ci Pyotrun himayəsinə verilən və Pushkinin ulu babası olan bu zadəganın ailə gerbində Hannibal Pushkin. fil təsvirini görmək olar. Abram Hannibal. 1839-cu ildə Amerikalı həkim John Krogan buranı satın alaraq vərəm xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş sanatoriyaya çevirmişdi. 1839-cu ildə John Krogan buranı satın alaraq vərəm xəstələrinin müalicəsi üçün nəzərdə tutulmuş sanatoriyaya çevirmişdi. Mamont mağarasına almışdı. Tarixçi Simon Şama bunu Fransız inqilabı dönəmində boşa çıxmış ümidlərin pənah yeri adlandırır. Bura sizə Səfillər romanından da tanış olmalıdır. Başlayaq. Bakı Dövlət Universiteti Toğrul. Bastilla fili. Bastilla fili, doğrudur. Gavroş onun içərisində gecəliyirdi həmin əsərdə. Bastilla fili düzgün cavabdır.
Thomas Edison bu filə 6600 voltluq cəryan verərək Mary'dir. Onu intihar etdirmişdi. Adı bizə dəqiqə adını deyəcəm. Adı Thomas Edison qurbanı olub. Səhv eləmirəmsə adı Mary'dir. Mary'dir. səhv edirsən. Thomas Edison bu filə 6600 voltluq cəryan verərək öldürməyi könüllü olaraq öz boynuna götürdükdən sonra belə bir ifadə məşhurlaşmışdı. Dahiliyin 1% ilham, 92% tər, 7% isə filləri edam etməkdir. Edison'un məşhur bir fikrini biraz dəyişmişdilər. Bu fil yanılmırsa 3 nəfərin qatili olmuşdu. Hətta öz təlimçisini də öldürmüşdü. Daha öldürəcək də yanan siqareti yeməyə məcbur edirdi onu və onu tapdalar. Topsy adı, Topsy. Gəlin. Oyunun ikinci mərhələsi yekunlaşdı. Sırada Sil Round var. Sil Roundda qaydalar belədir. Oyunçular yalnız öz yerlərini aldıqdan sonra mövzunun adı ilə tanış olurlar. İlkin olaraq biz komandalara oyunçuların sıralanması üçün vaxt veririk. Sil Round'a başlayırıq. İlk mövzu oynanılacaq. İlk iştirakçılar öz yerlərini ala bilərlər. Buyurun. Xal durumuna baxaq. Bakı Slavyan Universiteti komandası -800, Dövlət İdarəçilik Akademiyası 800 xal, Qafqaz Universiteti 1000 xal və Bakı Dövlət Universiteti komandası 1300 xalla liderdir. 21-ci əsr dünya ədəbiyyatı mövzusunu oynayırıq. Bu kitabın əsas simvollarından biri haqda deyilir. Görünür, kimsə balaca qızılı quş sancağı düzəltməyə qərarına gəlib. Daha sonra isə Elvin ilk olaraq düyməni çıxıb. Əcda döyməli. Yox, cavab düzgün deyil. Qorxmaz. Ninfomanyak. Yox, bu cavab düzgün deyil. Görünür, kimsə balaca qızılı quş sancağı düzəltməyə qərarına gəlib. Daha sonra isə bu quşu sadəcə üzüyə bərkidib. Düymələr sıxılmadı. Susanna Collins'in məşhur əsəri Aclıq Oyunları. 2010-cu ildə Emma Donoghue tərəfindən qələmə alınan bu əsər klaustrofoblar üçün məsləhət görülmür. Kitab əsasında çəkilən eyni adlı film isə bu yaxınlarda Oscar heykəlci ilə mükafatlandırıldı. Emma Donoghue tərəfindən qələmə alınan bu əsər Otaq adlanırdı, Otaq. Yan müsahibələrinin birində yazdığı bu əsərdəki Richard Parker obrazını Arthur Gordon Pym'in macəraları haqqında povestdə yer alan və qayıqda yaşayan eyni adlı personajdan aldığını deyir. Richard Parker pələngidir. Düyə sıxıldı. Bəlkə bu Pinin həyatı. Pinin həyatı. Cavab doğrudur. Avstraliyalı bank oğrusu Lindsay həbsdən qaçır və uzaq diyarlara səyahət edərək Prabhakar adlı biri ilə tanış olur. Bəs Prabhakar Lindsay'ni tərcümədə Tanrının sülhpərvər adamı mənasına gələn hansı adla çağırır? Avstraliyalı yazıcı Gregory David Robertson yaradıcılığına müraciət olunub. Hadisələr 20-ci əsrin 80-ci illərində Bombeydə cərəyan edir. Əsərin adı da belə idi. Shantaram. Mövzudan son sual. Bu romanın əsasında ekranlaşdırılmış filmdə personaj səmada yer kürəsinin yerini göstərir. Marslı. Marslı deyil. Söhbətin hansı əsərdən getdiyini tapın. David Mitchell'ın 2004-cü ilə aid bir əsəri Bulud Atlası. Səmaya baxmaq buludda, yer kürəsinin yerisi xəritəyə, dolayısıyla Atlasa çıxarmalıydı. Bulud Atlası. Gəlin. Sil Round davam edir. İkinci mövzu oynanacaq və biz iştirakçıları tribunada gözləyirik. Qar mövzusunu oynayırıq. 7495, 7105, 7134, 7439. Düymə sıxıldı. Qar xəttidir. Nə? Qar xətti dağlarda. Yox, cavab düzgün deyil.
Bu ədədlərə hansı Wikipedia məqaləsində rast gəlmək olar? 7495, 7105. Bunlar, belə deyək, alpinistlərə verilən qar bəbiri mükafatı var. Məqalənin adı qar bəbiri idi. Və bu 7495 və digərləri zirvələrin hündürlükləri idi. 16-cı əsrə aid olan bu əsərdə əsas fiqurlar əliboş geri dönürdülər. Qafqazdan Namiq Qabaqlıyıb. Qar üzərində ovçular qar üzərində. Qazandıqları isə yalnız türk dərisi idi. Müəllif kim idi? Bregel ata. Bregel, ata Bregel, düzdür. Rejissor David Benioff onun haqqında deyir. O bilir ki, şərəflə yaşamaq ailə üzvlərinin ölümünə gətirib çıxaracaq. Amma bunu bilə-bilə yenə də Jon Snow. Şərəflə yaşamağı üstün tutur. Jon Snow. Filmdə onun rolunu Kit Harington oynamışdı. Jon Snow düzgün cavabdır. Bu ölkənin himninə inansaq, dövlət bayrağının əsas simvolikası qar örtüyü ilə iki yerə bölünmüş səma və parlayan 5 ulduzdur. Bu ölkənin himninə inansaq, dövlət bayrağının əsas simvolikası qar örtüyü ilə iki yerə bölünmüş səma, qar örtüyü, səma və 5 ulduz. Ağ, mavi, ulduzlar Honduras. 1610-cu ildə o, yaxın dostu Baron Vakenfelsə yeni il hədiyyəsi olaraq 6 bucaqlı qar dənəcikləri haqqında pamflet çap etdirmişdi. O, astronomiya ilə yanaşı kristalografiya ilə də məşğul olurdu. 1610-cu il. Astronomiya ilə yanaşı kristalografiya ilə məşğul söhbət. Vaxt bitdi. Hansı versiyalar olardı? Kim ola bilərdi 1610-cu ildə astronom və söhbət Johann Keplerdən gedir. Silli round 3-cü mövzu oynanacaq. Biz 3-cü mövzunun iştirakçılarını tribunaya dəvət edirik. O məşhur hərəkətini etmək üçün o bəzən rapir əvəzində qamçıdan da istifadə edirdi. Doğru ol? Zorro. Düzdür. Zorro söhbət edirdi. Yazıcı bu sözün yaranması və mənşəyi haqqında danışarkən, Emil? Hodor deyil. Yazıcı bu sözün yaranması və mənşəyi haqqında danışarkən Slavyan dillərində işlənən və qul mənasını verən sözdən ilhamlandığını deyir. Həmin yazıcı bu sözü daxil edib ilk dəfə qul mənasını verən söz, Slavyan dilləri, Slavyan, yazıcı Çapek idi. Söhbət isə robot sözündən gedirdi. 2O mövzusu növbəti sual 900 xal. Kuçvala kəndində doğulmuş o, 1989-cu ildə özünə seçdiyi bu ləqəbi izah edərkən sevgi, zehnin tamamilə genişlənməsi və nəhayət okean sözlərindən istifadə edirdi. Okean. O, sözün ilk və ikinci hecası müvafiq olaraq sevgi və zehnin tamamilə genişlənməsi anlamına gəlir. İngilis dilində okean sözünün tələffüzündən də getmək olar. Söhbət Oşodan gedirdi. Oşo. Moğol imperatorluğunun paytaxtı Qaraqorum, Ogedey xaqanın iqamətgahının qalıqları, Uyğur xaqanlığının paytaxtı olmuş Ordu balıq, Hunlara məxsus qədim məzarlıqlar, məhz bu hidronim boyunca yer alan tarixi ərazilər və tapıntılardır. Hansı hidronim boyu həmin, belə deyək, tarixi ərazilər və tapıntılar var? Məşhur yazılar. Orxon. Orxon çayı. Cavab düzgündür. Orxon, Yenisey abidələri, məşhur abidələr. Sualın mətnində də Orxona çıxış var idi. Təxminən 1,6 metrlik qalın qranit təbəqə ilə qorunan bura sonuncu dəfə 1974-cü ildə Birləşmiş Ştatların zərbxana müdürü Mary Brooks daxil ola bilib. Ona görə Amerikanlılar arasında belə bir şayə mövcuddur ki, Fort Knox. Amerikanlılar arasında belə bir şayə mövcuddur ki, bura tamamilə bomboşdur. Amerikanın qızıl ehtiyatlara saxlanılır. 4176 ton qızıl var deyilənə görə orada. Fort Knox düzgün cavabdır. Silli roundda mübarizə davam edir. Mövzunun iştirakçılarını tribunaya dəvət edirik.
Kimyəvi elementlər. Ejen Anatol Demarşey yeni kəşf olunmuş elementlərin ayrı-ayrılıqda dövlət və ya xalqların şərəfinə adlandırılmasına qarşı idi. Demə sıxıldı. Fransiyum. Yox. Dövlət və xalqların şərəfinə adlandırılmasına qarşı idi. Ona görə elementə birliyin simvolu olaraq bu adı seçmişdi. O elementə Evropium adını seçmişdi, Avropa adı ilə bağlı. Bu element daha çox kişi cinsini təcəssüm etdirdiyinə görə demə sıxıldı. Arsen. Arsen deyil. Bu element daha çox kişi cinsini təcəssüm etdirdiyinə görə Sovet mediasının bir qadına verdiyi ləqəb kompliment hesab edilirdi. Sovet mediasının bir qadına verdiyi ləqəb kompliment hesab edilirdi. Hansı element kişi cinsini təcəssüm etdirdiyinə görə bir çox məşhurlar belə bir ləqəbə malikdilər? Dəmir. Deyəcək artıq Nəriman, Dəmir. Qadınsa yəqin ki, Margaret Thatcher'dir. Dəmir Lady. Bu kimyəvi element 1955-ci ildə Einsteinium elementinin alfa hissəciklərinə partladılması nəticəsində kəşf edilmiş söhbət. Berkelium bəlkə. Mendelevium elementi. Glenn Seaborg kəşf etdiyi kimyəvi elementə ad seçdikdən sonra demişdi ki, bu adın hansısa mifologiyada mənfi personaj sayılan tanrı olduğu məni maraqlandırmır. Mən sadəcə günəş sistemini əsas götürərək ad seçdim. Seaborg hansı element haqqında bunları söyləyib? Mifologiyada mənfi personaj olması deyildi, məni maraqlandırmır. O vaxtlar günəş sistemində bir kəşf olmuşdu və Glenn Seaborg da öz kəşf etdiyi elementi həmin adı vermişdi. Plutonium kəşf olmuşdu və o plutoniumu kəşf etmişdi. Bu elementə belə bir ad vermişdi, plutonium. Georgi Agricola məhz bu elementi latın sözü olan lupi spuma deyə adlandırır. Lupi spuma. Lupi. Lupi nədir latınca? Lupi. Lupi latınca canavar deməkdir. Element isə canavar köpüyü mənasını verir. Gecdə artıq canavar köpüyü. Wolfram. Wolfram. Gəlin, çətin alındı bu mövzu. Son mövzu Silly Round'da. Son iştirakçılar öz yerlərini tutsunlar. Süd mövzusunu oynayırıq. Veterinarlar Catherine Johnson və Peter Rawlinson düşünür ki, müəyyən adı və ya ləqəbi olan inəklər atsızlara nisbətən daha çox süd verir. Siz isə onların 2009-cu ildə nə ilə mükafatlandırıldıqlarını tapın. Ig Nobel. Ig Nobel mükafatı ilə və ya Nobel mükafatı ilə belə bir maraqlı bir yenilik, bir tapıntı etmişlər və Ig Nobel mükafatlandırmışdılar. Arnold Schwarzenegger 22 may tarixini onun günü kimi qeyd etmiş, eləcə də onun adını Kaliforniya şöhrət salonunda əbədiləşdirmişdi. Harvey Milk. Ovidinin metamorfozunda bu adda iki personaj var. Biri Nereida, digəri isə heykəl. Söhbətin hansı personajdan getdiyini tapın. Galateya, süddən doğulub. Galateya həm Nereida idi, həm də Pigmalionun yonduğu və sonra ona vurulduğu daş heykəl Galateya adlanırdı. Cavab düzdür. Bu yazıçıya inansaq, südün xüsusi növünün tərkibində opiat, meskalin, androkrom kimi halüsinogen və psixotrop maddələr də var idi. Sualda söhbət... Sak Pavarnikdir. Yox. Sualda söhbət Malaco Plus adlı narkotik maddə təsiri bağışlayan süd nevindən gedirdi. Mexaniki Portağal romanında Anthony Burgess. Anthony Burgess idi romanın müəllifi Mexaniki Portağal. Və son sual 1500 xal raundun son sual, diqqətli olun. Ana südü ilə bəslənməyərək vəhşi heyvanların qoynunda boy atdığı üçün bu personajın adının mənşəyi izah edilərkən südsüz sözü göstərilir. Ana südü ilə bəslənməyərək vəhşi heyvanların qoynunda boy atdığı üçün südsüz. Maqli. Yox. Südsüz sözü göstərilir. Südsüz, bisüt. Basatdan söhbət gedirdi. Basat. Gəlin. Oyunun 3-cü mərhələsi sona çatdı. Silly round yekunlaşdı. Qarşıda fərdi round var.
Fərdi raundun qaydaları belədir. Hər komandadan yalnız bir nəfər oynayacaq və biz həmin oyunçuları tribunaya dəvət edirik. Qafqaz Universitetinin komandasından Emil Yusublu. Bakı Slavyan Universiteti komandasında İsmail İskəndərli təmsil edir. Bakı Dövlət Universitetindən Elvin Abbaslı oynayır. Dövlət İdarəçilik Akademiyasından komandasından Nurlan Abdurrahmanov. Xal durumuna baxaq. Slavyan Universiteti -800, İdarəçilik Akademiyası -100, Bakı Dövlət Universiteti 1600 və Qafqaz Universitetinin komandası 2800 xalla liderdir. İndi isə fərdi raundun mövzuları. İtlər, Wunderkind, Roma imperatorları, Yunan mifologiyası, opera. Başlayaq. İsmail'dan. Wunderkind. Wunderkind mövzusundan imtina olundu. Nurlan. Opera. Opera mövzusu da olmayacaq. Elvin'in seçimi. İtlər. İtlər mövzusundan imtina olundu. Və son olaraq Emil'in seçimi. Roma imperatorlarını oynayaq. Roma imperatorları adlanan mövzu oynanılacaq. Fərdi raundda komandaların seçimi məhz belə oldu. Proqramın loqosundakı Kolizeyin təsviri əslində anakronizmdir. Nero proqramı. Cavab Nero. qəbul olunmur. Keçək İdarəçilik Akademiyasına. Never fire da deyəsən yandır. Never disk. Cavab ver. Never... Bir dəqiqə. Never disk, never fire. Never fire. Yox. Suala başın qulaq asmamısınız. Qafqaz. Emil. Bizdən yəqin ki, burada söhbət neyrondan sadəcə gedir, neyron. Proqramın loqosundakı Amma Kolizeyin təsviri əslində anakronizmdir. Belə ki, Kolizeyin tikintisi onun ölümündən hələ 4 il sonra başlayacaqdı. Sualda biz imperatorun adını soruşurduq. Söhbət digər komandaların qeyd etdiyi kimi Nero Burning Rome proqramından gedirdi. Proqramın loqosunda alov içində Kolizey təsvir edilib. Lakin anakronizm var idi. Sualın ortasında düymələr sıxıldı və sualın sonuna qulaq asmadıq. Biz imperatoru soruşurduq. Roma imperatorları mövzusunu oynayıq. Neron düzgün cavabı idi. Tələsdiniz. Dəməşqli Apollodor tərəfindən ucadılan bunun tikintisində 20-yə qədər Carrara mərmər blokundan istifadə edilib. Nurlan. Trayan sütunu. Daxlar üzərində qələbəni də məhz bu sütun simboliz edir. Trayan sütunu düzgün cavabdır. Paul Vincent tərəfindən hazırlanan mif və tarix. Qədim Yunanistan və Roma radio verilişinin buraxılışlarından biri o Henry'nin povestlərindən birinin adını daşıyır. Buraxılışın kimə həsr edildiyini tapın. Emil ilk olaraq düyməsi Nurlan gözləyir. Bizə dəqiqə. Diokletian. Buraxılış Krallar və Kələm adlanırdı. Bildiyimiz kimi Roma imperatoru Diokletian hakimiyyətdən gedərək Xorvatiya ərazisində kələm əkməyə başlamışdı və öz həyatını bu işə, kələmlərə həsr etmişdi. Diokletian düzgün cavabdır. Məşhər günü filmində virusdan qorunmaq üçün karantina alınan Şotlandiya ərazisinin əsas müdafiə obyekti kimi məhz bu çıxış edir. Nurlan qabaqlayıb. Adrian divarı. Adrian divarı. 1600 xal. Məhz Adrian divarı. Şimal barbarlarından qorunmaq üçün eramızdan əvvəl 122-ci ildə uzunluğu 117 kilometr olan Adrian divarı ucaldılmışdı. Azad insanın gladiator arenasında vuruşması ləyaqətsizlik hesab olunsa da Yəqin ki, komod əmr vermişdi ki, onunla vursun komod. bu hökmüdar Sekutor kimi döyüşmüş, 735 döyüş keçirmişdi. Komod, bravo Nurlan, bravo Nurlan. Beləliklə oyunun qalibi hələ də müəyyən olunmayıb, fərdi raund yekunlaşdı. Biz xəmsə raunduna gedirik. Xəmsə raundu öncəsi durum belədir. Slavyan Universiteti -200, Bakı Dövlət Universiteti 1600, Dövlət İdarəçilik Akademiyasının komandası 3900 xal və Qafqaz Universiteti komandası 4400 xal.
Qaydalara əsasən Xəmsə raundunda yalnız hesabında xal olan komandalar iştirak edə bilər. İndiki halda Bakı Slavyan Universiteti komandası bu iştirak hüququnu itirir. Biz bu komandaya öz minnətdarlığımızı bildiririk və onlarla sağollaşırıq. Digər 3 komanda isə Xəmsə raundu üçün gedişlərini etməlidir. Xəmsə raundunda Skandinaviya mövzusundan sual gəlir. O, Skandinaviyaya xristiyanlığı gətirərək bir-birləri ilə elə də ciddi münasibətləri olmayan Danimarka və Norveçin daha da yaxınlaşmasına və qarşılıqlı əlaqələr qurmasına yardımcı olmuşdu. Söhbət kimdən gedir? Vaxt. Komandaların gedişləri və cavabları artıq məlumdur. Bakı Dövlət Universitetinin komandasında 1600 xalı vardı. 3-cü yerlə Xəmsə raunduna girmişdilər və cəmi 100 xalı gediş etdilər. Dövlət İdarəçilik Akademiyasının komandasının 3900 xalı var idi. Liderdən 500 xal geri qalırdılar. Onlar gözləniləndən çox aşağı bir gedişlə yadda qaldılar. 555 xallıq bir gediş. Qafqaz Universiteti komandası 4400 xalla lider olaraq Xəmsə raunduna girmişdi və 3401 xallıq sığortalı gediş gəldi. Bu komandadan mən deyərdim hətta risk etdilər. Skandinaviya mövzusundan sual gəlmişdi. Bakı Dövlət Universitetinin komandası bu suala müqəddəs Bridget cavabını yazıb. Müqəddəs Bridget cavabı düzgün deyil. Komandanın yekun göstəricisi 1500 xal. İndi isə digər iki komandanın cavabı. Dövlət İdarəçilik Akademiyasının komandası, eyni zamanda Qafqaz Universitetinin komandası bu suala Harold Bluetooth cavabını yazıb. Maraqlı bir məqam var. Əgər bu cavab düzgün olsa, Qafqaz Universiteti komandası Universitet Liqasının qalibi olur. İndiki halda İdarəçilik Akademiyasının komandası öz yazdıqları cavabın belə səhv olmasını ümid etməli. Çünki bu halda məhz İdarəçilik Akademiyasının komandası Universitet Liqasının çempionu olacaq. Suala bir daha qulaq asaq. O, Skandinaviya xristiyanlığı gətirərək bir-birləri ilə elə də ciddi münasibətləri olmayan Danimarka və Norveçin daha da yaxınlaşmasına və qarşılıqlı əlaqələr qurmasına yardımcı olmuşdu. Yaxınlaşma, qarşılıqlı əlaqələr qurmaq uzun əsrlər sonra Skandinav alimlərinin yaratdığı Bluetooth texnologiyası da onun adını daşıyırdı. Cavab Göydiş Harald və ya Bluetooth Harald idi. Hər iki komanda bu suala düzgün cavab verdi və daha çox gediş edən tərəf Qafqaz Universitetinin komandası yekun nəticədə əsas rəqiblərini qabaqlaya bildi. Yekun göstərici Bakı Dövlət Universitetinin komandası 1500 xalla Universitet Liqasında 3-cü yer tutur. Dövlət İdarəçilik Akademiyasının komandası 4455 xalla Universitet Liqasında 2-ci olur və Qafqaz Universitetinin komandası 7801 xalla Universitet Liqasının çempionu adını qazanır. Təbrik edirik. Belə, 7 həftə davam edən Universitet Liqasında mübarizə yekunlaşdı. Olduqca gərgin bir final izlədi və Xəmsə raundunun yekununda Qafqaz Universitetinin komandası çempion olmağı bacardı və indi çempionlar səhnəyə dəvət olunur. Nəriman Vəliyev, Namiq Quluzadə, Qorxmaz Aydınlı, Emir Yusuflu və nəhayət komandanın kapitanı Nəriman Knyazlı. İctimai Televiziyanın efirində Xəmsə həyəcanı davam edəcək. Sağ olun, salamat qalın.